39 saylı Cəlilabad Masallı Biləsuvar seçki dairəsindən namizəd Hüseynov Murad Əlioğlu seçkilərlə görüşlərin davamı olaraq Cəlilabad rayon Hacıabad kənd sakinləri ilə görüş keçirib. Əhalinin mənafeyinə xidmət edən qanunlar, dəyişiklik, qəbul və s. bu məsələlərlə məşğuldur deputatlar. Lakin bugün bizim içərimizdən, sadə kütlənin içərisindən bizim hər birimiz namizədliyini verə bilərdik. Murad müəllim sadə kütlənin içərisindən çıxmış adamdır. Yəni sadə kütlənin problemləri ilə daha yaxından tanış olan adamdır. Bugün Bakıdan kimsə emisar kimi gəlir, mən xalqın problemini həll edəcəm. Dəfələrlə deputat da seçilir, xalqın problemi yerindədir. Yəni əslində duranda əksəriyyəti öz karyerasını, öz mənafeyinə uyğun hərəkət edir. Biz bunu görürük. Bu artıq 5-ci çağırışdır. Biz belə bir nəticəyə gəldik ki, öz içərimizdən əhalinin sadə təbəqəsinin mənafeyinə xidmət edən bir insanın namizədliyinə səs verək. Onun namizədliyin qəbul eləyək. O adam parlamentdə təmsil olunmasına kömək eləyək. Parlamentdə təmsil olunmaq xalqın səsi iləndir. Söz yox, indi şayələr baş alıb gedir. Həmişə olduğu kimi güya qutudan plankəs çıxacaq. Əslində onda plankəsə qutudan çıxmaq şansı biz özümüz veririk. Nəyə görə? Yəni seçkiyə getmək lazımdır, səs vermək lazımdır. Səs verilən tərzdə həmin o saxtakarlığın qarşısını almaq mümkündür. Çünki bizim problemlər buna da bəllidir. Şəhid ailəsidir. Qardaşı Qarabağ müharibəsində şəhid olur. Allah ruhunu şad eləsin. İki qardaşdır. Biri artıq vətən uğrunda şəhid olanlardan biridir. İlk şəhid olanlar. Şəhid verib. Atası 20 yanvar faciəsi 50'dir. 20 yanvar iştirakçısıdır. Yəni təpədən dırnağa qədər bu adam demokrat ruhlu adamdır. Vətənpərvərdir, insanları sevən adamdır. Biz ona görə bu məsələni, bu öz təşəbbüsü ilə vermədi namizədliyin. Biz bunu namizədliyin özümüz təşəbbüs qrupu irəli sürüb və bunu namizədliyin verdik. Ki, xalqın yananı olsun. Çünki xalqın problemləri buna tanışdı. Bilir. Amma müəyyən adamlar var, onlara xalqın problemi tanışdı. Kimsə gəlib gür danışa bilər. Kimsə gəlib yaxşı natiq kimi danışa bilər. Amma xalqın problemi o danışa Allah'dır. Həmin adamlar danışa gözünün içine baxa Allah'dır. Çünki səmimiyyət yoxdur. Səmimiyyət insanın sifətində görsənir. İnsanın xisləti surətindədir. Ona görə bugün biz Murad müəllimi dəstəkləməliyik. Sizli bizli. Yəni biz öz namizədimizə səs verməliyik. Biz kiminsə göndərdiyi, kiminsə necə deyirlər, diktəsi ilə gələn, gələcəyinə müəyyən bir qrup insanın mənafeyinə xidmət edən, deputat bir qrup insanın mənafeyinə xidmət etmir. Deputat bütün onu əhatə edən dairə, onu əhatə edən region, bunların mənafeyinə xidmət edir. Məsələn, mən bəzən Milli Məclisdə oturan deputatlardan Qənrə Paşayevanın üstün diqqətçə çatdırmaq istərdim. Qadın xeylaxıdır, danışır, problemlərlə bağlı öz sözünü deyir, müəllimlərin sosial problemi üzə çıxır, haqqında danışır. Söz yox, indi nəticə verir, nəticə vermir. Sonra seçicilərlə görüşə gedir. Mütəmadi olaraq. Bir də var, Milli Məclisdə mürgüləyən deputatlar var, yatan deputatlar var. Onlar özü üçün fikirləşir, öz pensiya təminatı üçün fikirləşir. Bu nöqteyi nəzərdən biz bu məsələləri çox deyə bilərik. Mənim xahişim odur ki, biz öz namizədimizi, xalqın içindən çıxan namizədi dəstəkləməliyik. Murad müəllim əlinə gələni necə əsirgəməyəcək, onu yəqin ki, ona söz verir. Bizim də kəndimizin problemi yol problemidir. Nə yol, bunlar da qazdır, sudur, bu problem hərəkətlərdə var. Amma ki, hal-hazırda olan problemimiz yol problemi. Sabah seçkiyə gəldi. Səhər, məsəl üçün, seçki olanda demək olar ki, kəndin əlaqəsi Ağdaş kəndi ilə kəsilib. Yolumuz həddindən artıq demək olar ki, bağlıdır. Bugün demək olar ki, bağlıdır. çiskin olsaydı siz buraya gələ Demək, buraya gəlməyəcək. Girmək mümkün deyil. İndi quraqlıq olub da. Yəni ona görə indi yol var. Yoxsa bir balaca Akşam gələndə biz də aşağı Sizə də gələndə batırdım. kənd altından Mən üzbəüz yerdim, səs vermək batırdım. bizim borcumuzdur. Görüşdə seçicilər yaşadıkları ərazidə bu neçə ildə həlli tapmayan sosial problemlərdən bəhs ediblər. Bizim kəndin iki problemi. Yoldur, bir də mal otlağımız yoxdur. Bir tərəfdən güllə qabağıdır, bu tərəfdən sudur, o bir tərəfdən də meşə idarəsi kəsib elə. Kiçik bir kənddəyik. Bir yerə gedəndə adam xəcalət çəkir ki, hardansa? Hacıabaddan. Amma
Respublika miqyasında bu Zıqqılı kəndi nümayəndəsi var. Bəli. Bax, sizə açıq yenə deyirəm. Onun da bir balacası mən özüm olmuşam. Mən özlüyümdə xəcalət çəkirəm ki, bir yerə gedəndə bu, nə olar, bu ziyalıdır, mən olmayım, sadə bir fəhləsi var, işçisi var. Bu bir dərdin sərin deməyə bir yeri olsun ki, bu yerinə yetirilsin. Haqlı sözlərdir, haqlı sözlərdir, yenə deyirəm. Bax, bu yaxınlarda mən deyirəm də, 78 yaşın içindəyik. Şəmkir şəhərinə hər il Leyrikdən belə çağırılıram, nə bilim, Şamaxıdan belə, Şəkidən belə hamısında olmuşam. 20-yə yaxın bəlkə diplom fəxr fərmanı. Yaxşı, bu mənim nəyimə lazımdır? Mən əgər bu cəmaatın karına gələ bilmirəmsə, nifrət eləyirəm o verilən sənədlərə. Onu öyrə deyirəm. Heç olmasa bu zəhmətkeş adamları xahiş edirəm, nəzərə alın. Bax, bu da adam xəcalət çəkilməkdə var. Hər anısa bir köhnə anbarı söküb gətiriblər. Bunu yağın vaxtız. Hər şeydən güclü budur. Biz də sevinərik ki, məsələn, mən onu çox belə müsbət qəbul edirəm ki, siz o söylədiyiniz söz gözəl sözdür, əsl insani söz. Olsam da, seçilməsəm də, siz öz zəhmətinizlə, öz işinizlə bu kəndin qayğısına qalın. İnşallah. Qalın. Bəlkə o Türkiyədən belə yeri gələndə, gəlib bizim bu Zıqqılı kənddən xəcalət çəkmişəm, bir dəfə çağırtırmışam, bu yolu açın, nümayəndə gəlir, bura çəkilişə gəlir. Mən sadəcə milli alətlərin bir tətbiqi sənət ustası, belə. Mədəniyyət Nazirliyindən tutdu, Azərbaycan Mədəniyyət İşlər Həmkarlar Təşkilatından tutmuş belə 20-yə yaxın fəxri fərman. Nə olar? Bu mənim üçün deyil, bu kənd cəmaatının yetişdirməsi biz yox. Əgər mənim onlara xeyrim dəymirsə, mən nəyə görə lazımdır? Kimə lazımam mən? Ona görə deyirəm. Xahiş eləmişik ki, nümayəndə gəlir, Türkiyənin xəladı. Bu yaxınlarda elə bilirəm, Türkiyənin səfirliyinin nümayəndəsi verib mənə fəxri fərman, diplomu verib. İndi gəl kəndə girməsi xahiş eləmiş, ay amandır, kəndə gəlir xəcalət, keçməyə yol yoxdur. Palçıq tutub o yolu, yaxşı dedilər uşaqlar. Mən də onu elə bir təkrar ediyimə görə belə üzr istəyirəm. Amma 10 dəfə də olsa təkrar olmalıdır, çünki cəmaatın buna tələbatı var. Şəhər xəstəsi oldu, keçə bilmir. Namizəd çıxışında seçiləri əmin etdi ki, ona etimad göstərib parlamentdə millət vəkili kimi xalqı təmsil edərsə, o ilk öncə dövlətin və ölkə rəhbəri cənab prezident İlham Əliyevin ətrafında sıx birləşərək parlamentdə seçilərin sosial rifahının yaxınlaşdırılmasında və dövlətin prinsiplərinin qorunmasında əlindən gələni əsirgəməyəcək. Bölgələrdə, əyalətlərdə vəziyyətin bu yerdə olması, mən sizi ümid edə bilərəm ki, dövlət başçısının bundan xəbəri yoxdur, inanın. Yoxdur. Yəni, ölkə rəhbərliyi də regionların sosial-iqtisadi inkişafı ilə bağlı abadlıq quruculuq işləri həyata keçirir. Bugünkü vəziyyətdən onun xəbəri yoxdur və mən seçilsəm də, seçilməsəm də ən azından mən sizin bu kəndin, bu elin, obanın oğluyam. Əgər mən seçilərəmsə, daha da səlahiyyət sahibi olacaq. Seçilməzsəm də siz bilirsiniz ki, bizim əlimizdə bir mikrofondur, bir kameramızdır. Həmişə biz xalqın qayğısına qalmışıq. Allah canınızı salamat eləsin. Sizi əmin eləyə bilərəm ki, mən Hüseyn Murad Əlioğlu, Cəlilabad rayonu Göytəpə şəhər sakini. Uzaqda yaşamıram, Göytəpədə yaşayıram, əksəriyyətçi də tanıyırsınız məni. Digər Milli Məclisə vəkillərimiz kimi, deputatlarımız kimi sizə yağlı vədlər verməyəcəm. Məni olduğum kimi tanımalısınız sona qədər. Əgər mən seçilərəmsə, daha da səlahiyyət sahibi olaramsa, bu problemləri parlamentdə həll edərəm. Əgər mən seçilmərəmsə belə, hər zaman kimi bir mikrofonumdur, bir kameramdır, bu problemi dövlət başçısına çatdırmaq mənim borcumdur. Allah canınızı salamat. İkinci məsələ, həqiqətən də ölkəmiz bayaq söylədim, inkişaf edir. Təhsil ocağı. Biz hansı təhsildən danışa bilərik? Yoxdur, Respublikada belə formada məktəb. Əgər mən seçilərəmsə, siz üçün məktəb tikdirəcəm yox, sizin üçün, xalqımız üçün, seçildiyim ərazi üçün parlamentdə, bu kənddə məktəbin bərbad olması ilə bağlı məsələ qaldıracaq. Parlamentdə sizin yollarınızla bağlı məsələ qaldıracaq. Təbii ki, bu kənddə tibb məntəqəsi yoxdur. Allah göstərməsin, birinin başına bir iş gəlsə, Göytəpə onu çatdırınca
Hər hansı bir hadisələr baş verir. Belə olur. Dəfələrlə də biz onun şahidi olmuşuq ki, neçə ana ölümü olub yollarda. Bəli, olub. Çatdıra bilməyiblər dünyaya övlad gətirmək üçün Göytəpəyə gəlib çıxa bilməyib, yolda da vəfat eləyib. Bunu hər biriniz şahidisiniz. Mən sizə söz verirəm ki, əgər mən seçilərəmsə, hətta seçilməsəm belə, sizlə bircə əl-ələ verib bu məsələləri qaldıracaq dövlət qarşısında, həlli yolunda bir iş görəcəm. Anlayacağım. Mən sizə yağlı vədlər verməyəcəm, sizə asfalt çəkdirərəm, qat çəkdirərəm. Bəli, kənddə ən azından bayaq söylədiniz, heyvandarlıqla məşğul olmaq üçün ərazi olmalıdır. Bu bələdiyyənin ehtiyat fondundan nəzərdə tutulur ki, kənd təsərrüfatı, heyvandarlığın, otlaq sahəsi üçün yerlər ayrılır. Bu nəzərdə var. Çox maraqlıdır. Yəni demək istəyirəm, mən seçilsəm, seçilməsəm də bu məsələnin maraqlanacağam. Sizin problemləriniz yolunda az da olsa köməkliyim deyəcək. Siz ağı, üzr istəyirəm, qaradan seçmə ən azından güzə maliksiniz. Digər deputatlarımız, digər namizədlərimiz dəfələrlə gəlib hər 5 ildə mən də sizin kimi seçici olmuşam. Mən də sizin kimi sadə xalqın içindən bir vətəndaşam. Sizin yaşadığınız acını mən də yaşamışam. Amma bu illəri bayaq mənim hörmətli səlahiyyətli nümayəndəm Firdun müəllim bildirdi ki, xalq içindən biz Murad müəllim irəli vermişik. Bəli. Onlar ona görə məni verdilər ki, irəli. Bu problemləri mən də yaşamışam. Ən azından mən əqidəm, vicdanım qarşısında özümə cavab verməliyəm ki, axı mən bu xalqın içində yaşamışam, bu əziyyəti mən də yaşamışam. Mən parlamentdə oturub villalarda yaşayıram, amma bir vaxt var ki, xalqla bir yerdə azazalı taleydə yaşayırdım. İndi məni xalq dəstəklədi, seçildim, amma onlar azazalı taleydə yaşayır. Seçilsəm də, seçilməsəm də. Siz məni necə qəbul edirsiniz? O formada qəbul ediyorum. Sizin həmişə yanınızdayım. Siz məni axtarmayacaqsınız. Ona görə ki, mən sadə xalqın içindən çıxmış insanam. Sizin evinizdə olacam, siz məni parlamentdə axtarmağa ehtiyac yoxdur. Əgər belə müşkül iş olan halda, mənim evim Göytəpədədir. Ağsaqqal vurğuladı, atam yaşayır. Elə mənim qapımı döyüb atama bir kəlmə deməz kifayət edir. Sizi mən sondan seçkilərə, demokratik düşüncədə, seçkilərə gəlməyə dəvət edirəm. Gəlin seçkilərə, hörmətli seçkilər, inanın ki, siz seçkilərə gəlməsəniz, sizin istəmədiyiniz bir şəxsə sizin səsiniz veriləcək və daha da 5 il bu problemləri görürsünüz, yaşayacaq. Deyin görün, mən sizə sual vermək istəyirəm. Bax o cavan oğlan, zəhmət olmasa irəli gəl. Zəhmət olmasa. Neçə yaşınız var? Neçə yaşınız var? 25. De görün, bu 25 ildə 4-cü çağırış olub, 5-ci çağırışa namizədlər irəli gəlir. Deyə bilərsən, parlamentdə sizlərin millət vəkili kimdir? Niyə deyə bilmirsən? Bir dəfə gəlib bunu. Bax, hörmətli seçicilər, mən isə söz verirəm ki, sizə, mən 3 aydan bir sizin sizdə olacaq. Və kimsə sizi çağıranda, kimsə sizdən soruşanda ki, millət vəkilinizi tanıyırsınız, siz artıq düşünməyəcəksiniz. Buna mən sizə söz verirəm. Çox sağ olun.